Mən getdim qərbə, İslam gördüm, müsəlman görmədim. Gəldim müsəlman dünyasına, yəni müsəlman ölkələrinə. Müsəlman gördüm, İslam görmədim. Mən keçmişdə də demişəm, bugün də bu söz deyirəm. Kimin deməyindən asılı olmayaraq səhv sözdür bu söz. Sən orada İslam görmədin. Nəyi nəzərdə tutursan? Məsələn, İslamın dediyi nizam, intizam, səliqə, səhman qərbdə var. Yaxşı, axı burada deyənmada səbəb nədir? Həmin o nizam, intizam, səliqə, səhman qərbdə var. Bunun kökü, paradigması da müasir dildə desək nədir? Mənfəətdir. Mənfəət. Din deyir, nizamlı ol. Amma din üçün proses önəmlidir. Nə üçün nizamlı oldun? Qərb gəlib nizamlı olub, amma nə üçünü dindən daban-dabana ziddir. Daban-dabana, orada İslam deyil. Hər bir İslamın dediyi nəticəyə nə yolla gəlinirsə gəlinsin məqbuldur, xeyr. Elə fərq, çətinlik bundadır ki, İslam deyir, nizam təqvadan qaynaqlanmalıdır, cərimə qorxusundan yox. Təvəkkül Allaha olmalıdır, sığorta şirkətinə yox. Bunlar zərərli deyil, hamısı olmağı şərti ilə təməli baxışın özü düzgün olmalıdır. Bir dənə misal deyim də, sadə misal. Ata döyür uşağını ki, dərs oxu. Cəzalandırır. Uşaq qorxudan yaxşı qiymət alır, əlaçıdır. Ki, bir dənə 4 alsam, atam döyəcək. Belə. Bir dənə də ata övladına sadəcə deyir, oğlum, dərs oxusan yaxşıdır. Əl qaldırmır, danlamır, başa salır arada, azad buraxıb. Bu oğlan da dərs oxuyur, oldu əlaçı. Nəticə eynidir, bu da əlaçıdır, bu da, amma ikisi də məqbuldur, xeyr. Hünər bundadır ki, buna şəxsiyyət verəsən, çünki bu oxuyacaq alim olacaq, şəxsiyyətsiz alim. Şəxsiyyətsiz alim də nə cinayət desən eləyəcək. Həmin o mütəfəkkirin fikri ona görə səhvdir ki, bunlar gəliblər bəzi dinin dediyi nəticələrə, amma kökündən yanlış yollarla gəliblər. Ona görə də şikəst bir cəmiyyət yaradıblar, formalaşdırıblar. Din də bəzən Avropanın gəldiyi nəticəyə çağırır, amma başqa yolla, yol başqadır. Yol xarab edir hər şeyi. Yol xarab edir.